Hazırki dərsimizdə biz 30-cu sınağın suallarına baxacağıq inşallah. Deməli, birinci sualdan başlayaq. Şəki xanlığı ilə Qarabağ xanlığına aid oxşar cəhət. Nadir Şahın yürüşünə məruz qalmaq. Nadir Şahın yürüşünə Şəki xanlığı məruz qalıb. Qarabağ xanlığının yaranması üçün Nadir Şah ölməlidir və onun imperiyası parçalanmalıdır. Kürəkçay müqaviləsi ilə Qacarlar dövlətinə bu xanlıqlar birləşdirilməyib. Kürəkçay müqaviləsi ilə Qarabağ Rusiyaya birləşdirilib. Nadir Şaha qarşı üsyan nəticəsində yaranıb bu Şəki xanlığına aiddir və Gəncə xanlığı ilə həmsərhəd olmaları, bəli. Xəritəyə əgər baxsaq, mütləq də baxmaq lazımdır. Görəcəksiniz ki, həm Qarabağ, həm də Şəki Gəncə xanlığı ilə həmsərhəddir. İrəvan xanlığı ilə həmsərhəd olmaq bu isə yalnız Qarabağa aiddir. Şəkinin İrəvanla həmsərhədliyi yoxdur. Doğru cavab D-dir. İkinci suala baxırıq. Çar Rusiyasından fərqli olaraq Sovet Rusiyası Azərbaycan torpaqlarını işğal etmək siyasəti yürüdürdü. Hər ikisi yürüdürdü. Bakı neftinə hər ikisinin marağı olub və sərvətlərimizi talayıblar. Müstəqil Azərbaycanın dövlətin olmasını istəmirdi, heç biri istəmirdi. Müstəqil dövlətçimizə son qoymuşdu. Bəli, hər ikisi müstəqil dövlətçimizə son qoyub. Çar Rusiyası xanlıqlarımızın müstəqilliyinə son qoyub, Sovet Rusiyası da AXC-yə son qoyub müstəqilliyinə. Bunu da çıxırıq. Bakı Sovetinin fəaliyyətinə dəstək vermək, bəli. Sovet Rusiyası Bakı Sovetinə başda Stepan Şaumyan olmaqla Azərbaycan bolşeviklərinə dəstək verib. Biz bunu AXC tarixinə baxanda orada görürük. Təbii ki, Çar Rusiyasının dövründə Bakı Soveti yox idi. Cavab Y-dir. Üçüncü suala baxırıq. Azərbaycanın 1918-ci il tarixinə aid deyil. Deməli, türk dili dövlət dili səviyyəsinə qaldırılıb, bəli, AXC-də aiddir. Bolşeviklər özlərinin hakimiyyət orqanı olması, bəli, bilirik ki, 1918-ci ildə Mars soyqırımı ərəfəsində də, Mars soyqırımından sonra da bir müddət Bakıda Bakı Soveti hakimiyyəti əl alıb və Bakı Soveti də bolşeviklərə aid hakimiyyət orqanıdır. Rusların Bakıda, Qubada, Şamaxıda və digər yerlərdə Azərbaycanlılara qarşı soyqırım törətməsi bu yanlış ifadədir. Elə aid olmayan ifadə budur, yəni doğru cavab C-dir. Çünki Mars soyqırımını törədən Ruslar deyil, bu millət olaraq doğru olmur, ifadə olaraq doğru olmur, siyasi cəhətdən də doğru yanaşma deyil. Biz bilirik ki, bunun törədilməsi erməni daşnaq qüvvələri tərəfindən olub və onu dəstəkləyən də Bakı Soveti qurumu və Bakı Soveti də bolşeviklərə məxsus olduğuna görə biz burada bu soyqırımın törədənləri olaraq Rusları yox, kitabımızda da qeyd edildiyi kimi bolşevik və erməni daşnaq qüvvələrini günahkar bilirik, sorumlu tuturuq. Ona görə də doğru cavab C-dir. Dövlətçilərimiz bərpa olunub 18-ci il mayın 28-də, noyabrda da üç rəngli bayrağımız qəbul edilib. Dördüncü suala gəlirik. Hadisə nəticələri əlaqələrini düzgün tapmalıyıq, müəyyən etməliyik. Deməli, Muğan qurultayı nəticəsində Azərbaycan torpaqları xanlıqlara parçalanmadı. Əfşarlar dövləti yarandı. Eldənzilər dövlətinin yaranması nəticəsində iqtisadiyyat və mədəniyyət inkişaf etdi, doğru. Hacı Çələbinin vilayət hakimlərinə qarşı üsyan etməsi nəticəsində Azərbaycan torpaqlarında ilk müstəqil xanlıq meydana gəldi. Bəli, Məlik Nəcəfə qarşı mübarizə aparır və nəticədə ilk müstəqil xanlığımızı yaradır və bununla da Nadir Şaha qarşı mübarizə aparmış sayılır. Bir daha bunu vurğulamaq istəyirəm. Kürəkçay müqaviləsinin imzalanması ilə İrəvan xanlığının Rusiya hakimiyyəti altına düşməsi yanlışdır. Kürəkçay ilə Qarabağ xanlığı Rusiyanın hakimiyyəti altına düşüb. Belə də ki, İrəvanı əgər nəzərdə tuturuqsa, bu Kürəkçay yox, Türkmənçay müqaviləsi olmalıdır. Ona görə 2-3 B cavabı doğru cavabdır. Beşinci sual xəritə sualıdır. Cizgilənmiş ərazidə yaranmış, baş vermiş hadisələri tapmalıyıq. Amma nəzərə almalıyıq ki, bu orta əsrlərə aid olsun. Bu Kürlə Araz çayı arasındakı torpaqlarımızdır.
Deməli, baxırıq cavablara. İlk Azərbaycan dövlətinin yaranması. İlk Azərbaycan dövləti Mannadır. Cənubda yaranıb olmaz. Şahbulaq qalasının Qarabağ xanlığının mərkəzinə çevrilməsi bu da olmaz. Çünki bəli, bu ikinci hadisə Kürlə Araz çayı arasında, yəni Qarabağ xanlığı arasında olsa da bu yeni dövrə aid hadisədir. Burada da orta əsr istəyir. Ona görə olmaz. Atabəy Eldəniz tərəfindən yeni dövlətin yaradılması bəli, 12-ci əsr məhz Kürlə Araz çayı arasında yaranıb Eldənizlər. Rusların işğalçı tayfalarının hücumuna məruz qalmaq bəli, Bərdəni nəzərdə tutur. 944, 10-cu əsr. Bərdə də bilirik ki, burada yerləşir. Ona görə də bunu da götürürük. Və Gülüstan müqaviləsinin imzalanması bu da yeni dövr hadisəsidir. Baxmayaraq ki, Gülüstan da Qarabağda imzalanıb, amma yeni dövr olduğuna görə biz burada cavab olaraq 3 və 4-ü götürməliyik. Deməli, 6-cı suala gəlirik. Burada xronoloji ardıcıllıq istəyir bizdən. Qərbi Avropa ölkələrinin faşizm adlı cərəyan yayılmağa başlaması. Bəli, birinci olaraq bilirsiniz ki, İtaliyada yayılıb, sonra Almaniyada və İspaniyada yayılıb. 416-cı diviziyamızın Brandenburg qapılarına qalib bayrağını sancması. Bu da mayın 2-sində yazılıb orada 1945-ci il. İsrafil Məmmədov Sovet İttifaqı qəhrəmanlığına layiq görülməsi müharibə başlayandan bir az sonra baş verib, yəni 1941-ci ildən sonra. Dolayısıyla ikinci hadisədə artıq müharibənin sonlarıdır. Ona görə biz burada məntiqi ardıcıllıqla biz bunu belə götürməliyik. 1, 3, 2, yəni B cavabı. 7-ci suala baxırıq. Qarabağ və Şəki xanlıqlarına aid hansı xüsusiyyət onları İrəvan xanlığından fərqləndirir? Bu ikisinin oxşarlığı İrəvandan fərqlənməlidir. Səfəvi imperiyası dağılması nəticəsində yaranmaq heç bir aidiyyəti yoxdur. Şimal xanlıqlarımızdan olması üçü də Şimal xanlığımızdır. Rusiya ilə Gürcüstan müqaviləsi imzalanmaq. Rusiya ilə Gürcüstanı Qacarlar imzalayıb, heç bir aidiyyəti yoxdur. Birinci Rusiya-Qacar müharibəsinin gedişində işğal olunması, bəli, bu Qarabağ-Şəki 1-ci Rus-Qacar müharibəsi dövründə işğal olunsa da, İrəvan 2-cidə işğal olunub. Ona görə də biz burada bunu götürürük, bu fərqləndirir, İrəvan xanlığından fərqləndirir. Naxçıvan xanlığı ilə isə də burada Qarabağdan Şəkinin oxşarlığı ola bilməz. Çünki Qarabağ Naxçıvanla həmsərhəd olsa da Şəki olmayıb. Davam edirik. 8-ci sual. Deməli, AXC-nin Bakı azad edildikdən sonraki dövrünə aid deyil. Deməli, üçrəngli bayraq aiddir. Sentyabrdan sonra noyabrda qəbul edilib. Parlament fəaliyyət göstərirdi. Əsgəran döyüşü zaten 1920-ci ildir. Dövlət kimi ilk dəfə tanınması, bəli, bu aid deyil. Bakı Dövlət Universiteti də 1919, bu da aiddir. D cavabı niyə aid deyil? Çünki dövlət kimi ilk dəfə tanıyan Osmanlı dövlətidir. Bu da bilirsiniz ki, 1918-ci ilin deməli əvvəlində mayın sonu və iyunun əvvəlində olub. Çünki orada biz nə deyirik? Tiflis dövründə Cümhuriyyətin gördüyü işlərdən biri Osmanlı ilə saziş imzalanmaqdır və bu saziş nəticəsində həm də Osmanlı Azərbaycan Xalq Cümhuriyyətini ilk dəfə tanıyan dövlət oldu. Bu, yəni Bakı azad edildikdən əvvəl olub. D cavabı doğru cavabdır. 9-cu sual uyğunluğu müəyyən edin. Deməli, Gülüstan və Türkmənistan müqavilələri 19-cu əsrin 2-ci 10 ilində imzalanmışdır. Bu Gülüstan müqaviləsinə aiddir. Azərbaycan cənub torpaqlarının imzalanması, bu da Türkmənistan müqaviləsinə aiddir. Çünki Gülüstan şimalda imzalanıb. Azərbaycan torpaqlarının parçalanmasının başlanğıcının qoyulması, bu deməli Gülüstana aiddir, aydın məsələdir. Ermənilərin Şimali Azərbaycan torpaqlarından köçürülməsi nəzərdə tutulması, bu aidiyyəti yoxdur. Ona görə də burada dan şəkilçisinə fikir verməliyik. Ermənilər Şimali Azərbaycan torpaqlarına köçürülməsi nəzərdə tutulurdu olsaydı götürərdik. Bunu ümumiyyətlə qəbul eləmirik. 1A, C, 2B, doğru cavab C. 10-cu sual. Ərəblərə qarşı mübarizə aparmışdı, xilafət ordularını məğlub etmişdi, dövlətin cənubdan gələn yürüşlərdən qorumağa çalışmışdı. Yuxarıdakılar aiddir. Burada görürsünüz, ərəblərə qarşı mübarizə aparmaq, xilafət ordularını məğlub etmək,
Bu zaman Babək bizə cəlb edici gələ bilər. Bir də Qara Yusif ilə Yusifi qarışdırmayaq, Yusif Sacıoğlunu qarışdırmayaq. Burada bu iki xüsusiyyət deməli hər ikisinə aiddir, amma buna görə, bu ifadəyə görə dövlətini cənubdan gələn hücumdan qorumağa çalışırdı. Babəkin dövlət olmadığına görə biz Yusif Sacıoğlunu götürürük. Y cavabı. 11-ci suala baxırıq. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycan mədəni həyatında baş vermiş deməli hadisəni seçməliyik və ikinci yarısı olmalıdır. Qacarlarla müharibə ümumiyyətlə bu mədəni həyat deyil və birinci yarısıdır. İlk mədrəsələr zaten orta əsrlərdə var idi. Milli teatrın yaranması, bəli, doğru cavab C-dir. Milli teatr, milli mətbuat, deməli kütləvi kitabxanalar, yeni tipli məktəblər, bunlar hamısı 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda mədəni həyatda baş vermiş yeniliklərdir. Bu da təbii ki, bunlar da yanlışdır. Gülüstan İrəm ona görə yanlışdır ki, birinci yarısıdır. Mədəniyyət olsa da onu götürmürük. 12-ci sual. Düzgün fikir və fikirlər və ya fikirləri müəyyən edin. İkinci Dünya müharibəsində Bakıda 75 milyon tonadək neft istehsal olunurdu mu? Bəli. İsrafil Məmmədov Sovet İttifaqı qəhrəmanlığına layiq görən ilk şəxsdir, xeyr, ilk Azərbaycanlıdır. Heydər Əliyev Smolensk vilayətində döyüşən Züleyxa yox, bu olmalıdır. Aliyə Rüstəmbəyova, yanlış. İkinci Dünya müharibəsində 700 min Azərbaycanlı iştirak edib, doğru. Əhmədiyyə Cəbrailov Sovet İttifaqı qəhrəmanı adına layiq görülməyib, yanlış. Deməli 2 ilə 4, yəni 1 ilə 4, C cavabı doğru cavabdır. 13-cü suala baxırıq. Şimali Azərbaycanda Azərbaycan Çar Rusiyasının hakimiyyəti dövrünə deməli 20-ci əsrin əvvəlləri nəzərdə tutur. Çar Rusiyasının hakimiyyəti dövrü olsun və 20-ci əsrin əvvəlləri olsun. Yəni 1901-dən 1917-ci il arası olsun. Qeyd edirəm, 1901-dən 17-ci il arası olsun. Gülüstan İrəm əsəri zaten 19-cu əsrdir. Milli mətbuatın yaranması 19-dur. Deməli, ilk ali məktəbin fəaliyyətə başlaması 1919-dur. Bu Cumhuriyyət dövrüdür. Bu da olmaz. İki seçim bizi şübhələndirə bilər. Deməli, burada Mart soyqırımının baş verməsi bu 1918-dir. Təbii ki, bu da olmaz. Burada da Çar Rusiyası yoxdur. Və nə qalır cavab? Milli operanın yaradılması, bəli, 1908-ci il. Bu, deməli, cavab burada olur D. 14-cü sual Əkinçi qəzetinə aid deyil. Əkinçilik sahəsi ilə yazılar verilirdi. 19-cu əsrin 70-ci illərində nəşr olunub. Müəllifi Həsən bəy Zərdabidir. Nəcəf bəy Vəzirov kimi ziyalılarımızın orada əməkdaşlığı olub. Ərəb dilində nəşr edilib, xeyr. Bilirik ki, Əkinçi qəzeti milli qəzetdir. Deməli, milli qəzet isə hansı dildə nəşr olunub? Azərbaycan dilində nəşr olunub. Gəldik 15-ci suala. 16-cı yüzillikdə Azərbaycanda baş verməmişdir. Şah İsmailin Təbriz şəhərini Ağqoyunluların əlindən alması, bəli, bu elə 16-cı əsrdə baş verməmişdir. Niyə görə? Çünki Təbriz tutulanda, bir daha deyirik, İsmail hələ şah deyil idi. Digər hadisələr artıq 15-16-cı əsrdə baş verib. Deməli, davam eləyək. 16-cı sual. 16-cı sual daha sonra olmuşdu. Qara Yusifin Cəlalilər ordusuna qalib gəlməsi 15-ci əsr, Təbrizdə Göy məscid 15-ci əsr, Şirvanşahların yaranması 9-cu əsr, Xürrəmlərin hərəkatının başa çatması 9-cu əsr, Bərdənin paytaxta çevrilməsi 5-ci əsr. Daha sonra olan hadisə deməli ya A-dır ya B-dir. Amma biz bilirik ki, Göy məscid Qara Yusifdən sonra hakimiyyətə gələn, yəni sonrakı hökmdarı, Qaraqoyunlunun sonrakı hökmdarlarından biri olan Cahanşahın dövründə inşa edildiyinə görə biz burada B-ni götürməliyik. Gəlirik 17-ci suala. Demək, Hacı Çələbi xana aid olan buraxılmış ifadəni tapmalıyıq. İlk müstəqil Azərbaycan xanlığının əsasını qoyub, borçalını geri alıb, üçüncünü tapaq. Əfşarları süqut uğradıb qətiyyən, olmaz, Azərbaycanı birləşdirməyib, birləşdirmək istəyib, Nadir Şaha qarşı mübarizə aparıb. Bəli, doğru cavab budur. Səfəvilər sülaləsinin hakimiyyətini bərpa etməyə çalışırdı. Bu da olmaz və Cavanşir tayfasından deyil, Pənahəli xandır Cavanşir tayfasından olan. Doğru cavab C-dir. 18-ci sual Ağqoyunlu dövlətinə aid deyil.
15-ci əsrin sonlarında Şirvanşahlar birlikdə Səfəvilər dövlətinə qarşı. Elə buradan həmin anlamaq olur ki, bəli, burada doğru cavab budur. Çünki 15-ci əsrdə Səfəvilər dövləti yox idi. Digər hadisələr Ağqoyunlu dövlətinə aiddir. Bunu da buradan deməli üstündən xətt çəkirik ki, bunlar hamısı aiddir. 19-cu sual uyğunluq pozulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hərbi yardım almışdı Osmanlı dövlətindən. Bəli, almışdı. 1920-ci ildə Şimali Azərbaycan işğal etdi. Sovet Rusiyası bəli etdi. Aprelin 28-i. 20-ci il mayında Gəncədə üsyan baş verdi Milli Ordu zabitləri tərəfindən, doğru. 1920-ci ilin əvvəllərində qanunverici orqan sayılırdı parlament. Bu da doğru ifadədir. Bəli, yanlış ifadə, yəni uyğunluq pozulub Y-də. Çünki mayda Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanda yaranmayıb. Harda yaranıb? Tiflisdə. Tiflisdə Gürcüstan sayılır. Ona görə də Gürcüstanda yaranıb yazılmalıydı. Gəlirik 20-ci suala. Mehdi Hüseynzadəyə aiddir. Fransada döyüşən o deyil, Əhmədiyyədir. Azərbaycan torpaqları faşist işğalına məruz qalmayıb. Uzaq sahələrdə filmini çəkməyib. Film onun haqqında çəkilib. Sovet İttifaqı adına layiq görülüb, bəli. Doğru cavab dedir. Tank qoşunlarında general olan da Həzə Aslanovdur. Deməli, 21-ci suala gəlirik. Eyni əsrdə baş vermişdi. Deməli, ermənilərin üç kilsə ərazisində məskunlaşmasına icazə verilməsi bu 15-ci əsrdir. Cahanşahın dövrü, İrəvan xanlığı yaranması 18-dir. Deməli olmaz. Nadir Şah Hindistana yürüyüşü 18-dir. Şah 1-ci Təhmasib isə 16-cı əsrdə yaşayıb. Bu da olmaz. Rusların Bərdəyə hücumu 10-cu əsrdir. Eldənzilər 12-ci əsrdir. Bu da olmaz. Səfəvilər dövləti dağılıb 18-ci əsrdə. Azərbaycanda kiçik dövlətlər, yəni xanlıqlara yaranıb və Azərbaycan kiçik dövlətlərə parçalanıb. Bu da 18 olduğuna görə doğru cavab deyilir. Azərbaycanda 2 ali məktəb fəaliyyətə başlayıb Bakı Dövlət Universiteti 20-ci əsr. Nizami Gəncəvi ili elan olunub 2021-ci il 21-ci əsr. Bu da yanlışdır. 22-ci açıq suallarımıza keçirik. 22-ci sual Bayandurlu dövləti eldənzilərdən fərqli cəhəti, dövlətindən fərqli cəhətləri. Deməli, qalibiyyətli müharibə nəticəsində yaranıb bir, Naxçıvan eldənzilərin paytaxtı olub. Kürd çayından şimaldakı torpaqları da əhatə etməyib. Çünki Şirvanşahlarla dost və müttəfiq olub. Osmanlı ilə danışıqlar aparıb. Ərdəbil hakimliyi ilə mübarizə aparıb. Deməli, Bayandurlu dövləti eldənzilərdən fərqli cəhətləri 1, 4 və 5. Davam edirik. 23-cü sual xronoloji ardıcıllıq sualıdır. Deməli, burada biz birinci götürməliyik Şəki xanlığının Rusiya tərəfindən işğal edilməsi. Çünki bu Gülüstanla baş verib 1813. Ona görə 4-dən başlamalıyıq. Sonra yeni Rus-Qacar müharibəsi başlamalıdır 1826. Daha sonra İrəvan 1827-də işğal edilməlidir. Yox, daha da burada səhv getdi. Burada ləğv edilmə yazıldığına görə biz bunu 3-ü götürmürük. Birinci Türkmənçayı imzalayırıq burada. Yəni Türkmənçay müqaviləsi, yeni Rus-Qacar müharibəsi başlamalıdır. İrəvan, Naxçıvan işğal edilməlidir. Sonra Türkmənçay imzalanmalıdır 1828. Bu gəlir və sonda İrəvan xanlığı deməli müqavilədən sonra İrəvan və Naxçıvan ləğv edilir və qondarma erməni vilayəti yaradılır. Ona görə 3 axıraz götürürük. 4-1-2-3 ardıcıllığı ilə olmalıdır. Gəlirik 24-cü suala. Hadisə nəticə əlaqələrinin doğru verdiyi cavabları müəyyən edin. Deməli, Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ alması nəticəsində Azərbaycan Sovet Respublikası quruldu. Bəli, doğrudur. Rusiyada Çar hakimiyyəti devrilməsi nəticəsində Rusiyanın Azərbaycana olan işğal siyasətinə son qoyuldu qətiyyən. Onun yerinə yaranan Sovet Rusiyası işğalçılıq siyasətini davam etdirdi. İkinci Dünya müharibəsi başlanması nəticəsində SSR zəifləyərək dağıldı qətiyyən. SSR 1991-də dağılıb. İkinci Dünya müharibəsinin başa çatması nəticəsində Azərbaycan ilk dəfə Sovet İttifaqı qəhrəmanı adını verilmişdi Azərbaycanlılara. Xeyr, müharibə illərində bilirik ki, elə məsələn İsrafil Məmmədov artıq bu ada layiq görülmüşdü və 5 də doğru olmalıdır. Baxaq, Gəncədə Milli Ordu zabitlərinin üsyan qaldırılması nəticəsində AXC ordusunun 12 general Nargin adasına sürgün edilmişdimi? Bəli, və orada da güllələnmişdilər. 1-5, yəni 1 və 5 doğru cavabdır. Və nəhayət gəldik sonuncu suala. 25-ci sual uyğunluq sualıdır.
AXC 1918 və 1920-ci il sadəcə burada nəyə diqqət edirik? Deməli 1918-ci ildə daxili siyasətini tapmalıyıq bir də. 1920-ci ildə də xarici siyasətini qeyd eləməliyik. Baxırıq, yalama döyüşün baş verməsi bu 1920-ci ildir və xarici siyasətdir. Deməli xarici siyasət və 20-ci il uyğun gəldiyinə görə biz bunu götürə bilərik. Deməli bunu götürə bilərik 2-yə. Parlamentin fəaliyyətə başlaması bu 1918 və daxili siyasətdir. Bunu da götürürük 1-ə. Bakı Dövlət Universitetinin açılması zaten 1919-dur və daxili siyasətdir, ona görə aid deyil. Tiflis şəhərinin paytaxta çevrilməyib, bu yanlış ifadədir. Osmanlı ilə sülh sazişi imzalanıb 1918-ci ildə, amma xarici siyasət olduğuna görə görürsünüz burada xarici siyasətin 20-ci ilini istəyir. Ona görə də bu da olmaz. Beləliklə 1 olmalıdır B, 2 də olmalıdır A. Beləliklə əziz şagirdlər, bu dərsimizdə başa çatdırdıq. İnşallah növbəti video izahlarda görüşənə qədər salamat qalın.